Selamlar deyirəm burada bizimle olan hər kəsə. İranda baş verən etirazlardan dolayı biz Azərbaycanın milli fəalları olaraq Azərbaycanın ziyalılarını, aydınlarını, siyasi fəallarını və insan haqları fəallarını bir yerə yığıb onlara indi baş verən hadisələrdən düşüncələrini və fikirlərini almağa çalışırıq. Bu gün yanımızda dəyərli Jalə Təbrizi və əziz Lalə Cavanşir vardı və onlardan fikirlərini almaq istəyirəm. Birincisi Jalə xanımdan başlamaq istəyirəm. Jalə xanım, təşəkkür edirəm dəvətimizi qəbul edib buraya gəldiyiniz üçün. Sizdən soruşmaq istəyirəm. İranda nələr baş verir? Bu etirazları nə ilə bağlayırsınız? Bu etirazlar ilə keçmişdə olan etirazlar arasında fərqlər varmı və əlbəttə ki, hakimiyyətin durumu nədir sizcə? Bəli, mən də sizə salam deyirəm, təşəkkür edirəm və dəvətiniz üçün. Türkan xanım, bu etirazlar davam edir. Etirazlar demək olar yoxsulluq, iqtisadi məsələ bazardan başlandı. İndi də get çoxalır. Təqribən 31 dana şəhərdən 27 şəhərdə bu etirazlar baş verir. Təqribən demək olar ki, 200 kurdəyə da ölüblər, adamları öldürüblər və çoxlu zindanlara basıblar. Bu məsələnin mən öbürsü etirazlarla istəyəm tozih verəm fərqlərin. Bilirsiniz, 88-də o etirazlar zadıdır, benzinin 200% bahalandırmasının rabitəsində idi. 89-da təqribən demək olar ki, cəmaət öz azad söz danışmağın, etnik qrupların etirazların, məzhəbi məsələ, kollən bir roşən fikri, entelektüel bir məsələnin üstündə başlanmışdılar. Bunlarda hamısında bildiniz ki, çoxlu adam öldü, çoxlu zindanı oldu və davam etdi. 1401-də də ki, qadınlar haqqı idi. Yəni qadınlar etiraz edirdilər ki, da bizim bu hicab məsələsi və bizim vəziyyətimizi əl çəkin, rahat qoyun biləmizi. Bir ictimai məsələ idi. Bunlar hamısı ictimai siyasi məsələ idi. Bu günlərin fərqi oradadır ki, bunlar daha istəmirlər o rejim ilə yaşasınlar. Onu aradan götürmək istəyirlər. Fərqi buradadır. İqtisaddan başlayıb siyasətə gəlibdir, siyasi məsələ ilə bağlıdırlar. Və bir dana da əsas fərqi var ki, burada, orada heç bir şəxs yoxdur. İndi azma çox, ya çox ya az, hər halda mən içəridə deyirəm, içərinin mən zadını eləyə bilmirəm. Nəticədə orada bir nəfər də bu geçmişdə şah məsələsini ortaya gətiriblər. Ki, təəssüflə öbürsü etirazlar hərçənd qabağa getməlidir. İstirdilər tərəqqi eləsinlər, istirdilər dəyişiklik olsun o cəmiyyətdə, rahatçılıq, azadlıq olsun. İndi bir dalıya getmə var. Şaha getmək biz dalı gedirik. Burada bir dana bir qədəm dalıya getmə var ki, bu təəssüf eləməlidir və o da ola bilər ki, bu opozisyonların özünün özlərinin təkliflərini roşan elə aydın eləmədilər İran rejimi ilə və uzandırdılar və bu günə bunlar çatdılar. Bu indi rejim nə durumundadır? Rejim interneti zadı qət eləyibdir. Ki, eləyə bilsin, nə qədər eləyə bilir, bunları vəhşətnac və xuşunətlə bu cavanları aradan götürsün. Pezeşkiyanın bu sözünü mən eşitdim, çox təəssüf yedim Ağay Pezeşkiyana ki, öcür bətər qüdrətlə gəlmişdi iş üstünə. İndi deyir ki, bunlar hamısı teröristlər və bunlar eşikdən gəliblər, eşikdən bunlar zat olurlar. Nəticədə rejimin durumu özünün də vəziyyəti yaxşıdır. Amma bunu deməliyik ki, əslində nizami çox qəvidirlər və eləyə bilərlər İranda olan cavanların hamısının eləyə bilərlər qabağında dursunlar və davam etsin. O da ki, eşiyə deyirlər, eşikdən kömək gəlsin. Eşikdən kömək gəlmək heç zaman bizim nəfimizdə olmayıbdır və ümid edirəm ki, zindanlar azad olsun, açılsınlar. Zindanlıları demirlər. Heç kəs indi bu etirazlarda demir ki, zindani, siyasi zindanlarımız, məhbusda olan insanlarımız azad olmalıdır. Onların azad olması çox köməklik eləyər cəmaata yolun tapmaqda. Təəssüf olsun ki, hamısı daldadılar. Təşəkkür edirəm. Sözünüz olsa yenə də cavab verərəm.
Sizə bir sualım daha olacaqdı, amma hələlik Lalə xanıma keçmək istəyirəm. Lalə xanım, sizdən sualım budur ki, indiki vəziyyətdə, indiki durumda xaricdəki siyasi partilər, təşkilatlar, şəxslər, onlar nə edə bilər və ya genel olaraq bu durumda Azərbaycanın, Güney Azərbaycanın xeyrinə nə etmək olar sizcə? Əslində Türkan, biz Azərbaycanlıların ən böyük müşkülü odur ki, biz bir yerə, bir araya gələ bilmirik. Bir balaca ixtilafda hamının kökünü qazır, ortaq və müştərək hədəflərin və mənafeyin üstündə bir yerə yığışa bilmirik. Amma eyni zamanda özümüz bir yerə yığışmadığımız halda bizim qarşımızda duran insanlarla, qruplarla, Kürt qruplarıyla, şahçılarla, mücahidlərlə, daha kimlərlə birləşmək istəyən insanlar var, qruplar var Azərbaycan nirularının içində. Və sual buradadır, sən öz adamınla, öz qardaşınla, səninlə yol bir olanla, eyni yolda gedən insanlarla birləşə bilmirsənsə, anlaşa bilmirsənsə, niyə tez keçib o biri tərəfə, o birisilərlə birləşə bilirsən ki, fərqlər daha çoxdur. Bunun anlamı nədir? Nə anlama gəlir bu? Amma gün o gündür ki, bugün bizdə hamı bir cibhədə durmalıdır. Gün o gündür ki, hamımız bir-birimizi dinləməliyik. Çünki əslində bu məsələdə Azərbaycan uduzur. Yəni, sən uduzmursan, mən uduzmuram, siyasi hizblər uduzmur, şəxs insanlar uduzmur. Bütün Azərbaycan uduzur bu məsələdə. Əgər bir araya gəlmiriksə, bizim artıq heç nəyə haqqımız yoxdur. Yəni, başımıza nə gəlsə haqqımızdır. Əgər bir araya gələ bilmiriksə, əgər pəhləvini bizim başımızın üstünə gətirirlərsə, bizim də bu bəlada səhmimiz var. Bütün siyasi nirularımızın, Azərbaycan Milli Hərəkətinin tək-bətək insanlarının səhmi var bu bəlada. Və gələcək bizi mühakimə eləyəcək bununla bağlı. 10 illərdir biz Azərbaycan nirularının içindən danışıram, müxatəbim özümüzük. 10 illərdir olmayan bu gücü paylaşa bilməmişik. Həmişə didişib dağılmışıq. Düşünün, məsələn, mən xatırlayıram 15-16 yaşımdan bəri DAK quruldu. Böyük DAK, savaşmaq çıxdı, cılızlaşdırdılar hər şeyi. Böyük DAK, bala DAK, federal partilər, istiqlal partiləri təzə-təzə hələ də davam edir. Təzə-təzə ortaya çıxan, təzə-təzə adlarla gələn partilər, kiçik-kiçik bölündük. Partilərin bir ara gəlməsi, ortaya çıxması heç problem deyil. Məsələ oradadır ki, didişə-didişə diskursu da cılızlaşdırıb bir kənara atdıq. Ortaq mənafeyin üstündə birləşə bilmədik. Amma məncə artıq yetər. Biz Azərbaycanlılar, Azərbaycanın bütün şəhərvəndlərini deməsək belə, ən azından milli hərəkətə mənsub olan insanlar olaraq, mən də onların bir fərdi olaraq birləşməyi istəyirəm mən. Yəni, belə olmalıdır. Xaricdə oturanlar əslində, xaricdə oturanlar Jalə xanımın da az öncə danışığımızda dediyi kimi nüsxə verməkdənsə bir araya gəlməlidirlər. Nə etmək? Bunlar xaricdə oturanlar nə edə bilərlər? Bu sualın cavabı odur ki, bir araya gəlmək lazımdır. Bir kongre adı altında, and içmə mərasimi altında ola bilər. Bir araya gəlib birləşməliyik. Bir araya gəlib bütün ortaq istəklərimizi müəyyən eləməliyik. Ortaq istəklərimizdən danışmalı və and içməliyik. And içməliyik ki, biz Azərbaycanın xeyrinə işləyirik. And içməliyik ki, biz Azərbaycanın bastırılmış haqlarını istəyirik. Biz Azərbaycanın sərhəd bütünlüyünü istəyirik. Azərbaycanın ixtiyarını və ixtiyarlı olmasını istəyirik. Çünki əslində hani bizim o mənafe, müştərək diskurs dediyimiz şey, bizi birləşdirə biləcək şeylərin biri də budur. Azərbaycanın ixtiyarsızlıq dərdi var. Su içmək üçün belə Tehrandan icazə almalıdır Azərbaycan. Öz mədənlərini, qaynaqlarını öz məntəqəsində balaca bir rifah üçün bir şey eləmək istəyirsə, millətin həyatını rahatlatmaq, iş imkanı yaratmaq üçün mənabeyini xərcləyə bilmir. Bunun üçün Tehrandan izin almalıdır. Və bu təzə bir, yəni Cumhur İslamiyə xas olan bir şey deyil. Bu qabaqçı rejim Pəhləvi zamanında da belə olub və İslam dövründə də davam edib. Biz ixtiyarsız və iradəsizik.
bu qədər netdir. İxtiyar yoxdur bizdə. Öz işimizə, torpağımıza, mədənimizə, sənətimizə, heç bir şeyimizə qərar verə bilmirik. Sərmayəgüzarlarımıza belə qərar vermirik. Biz Azərbaycanlılar, xaricdəki siyasi partilər xüsusilə, siyasi fəallar heç olmasa bu ixtiyar məsələsində bir araya gəlməliyik və deməliyik ki, Azərbaycanın öz ixtiyarı olmalıdır və bunun üçün başarılı bir modelimiz də var. Azərbaycan Milli Hökuməti modeli. Onların ayinnamələri var, bəyannamələri var. Azərbaycan Milli Hökuməti də deyəndə Mir Cəfər Pişəvərinin qurduğu Azərbaycan Milli Hökuməti, bir illik hökumətdən danışıram. Onların bütün idarə sistemi imtahanını vermiş bir hökumətdir. Hər şey ortadadır. O modeldən yola çıxaraq başarılı bir diskurs ortaya qoya bilərik və birləşə bilərik. Və gələcək adına bunu, Azərbaycanın xeyri adına, xeyirləri adına bunu eləmək lazımdır. Sağ olun Lale xanım. Jale xanım, sizcə Azərbaycanlıların etirazları mərkəz ilə müqayisə etdiyimizdə onların fərqləri varmı və ya fərqləri yoxmu? Və fərqlənə bilərmi əgər fərqləri yoxdursa? Və eyni zamanda Lale xanıma soruşduğum sualı sizdən də soruşmaq istəyirəm ki, dışarıda və ya içəridə olan siyasi nürular, insanlar bizim haqlarımızın bərpası üçün nələr edə bilər və nələr etməlidir sizcə? Bəli. Çox gözəl, Lala xanım gözəl ifadə elədilər. Mən onların sözlərinə qeyd etmirəm. Çünki yaxşı tozih verdilər, məsələni açdılar. Amma bizim indi zadla, mərkəzlə bizim fərqlərimiz nədir? Mərkəz deyir ki, azadi, demokrasi. Mən də azadlıq istəyirəm, demokrasi istəyirəm. Bəli, o demokrasi ki, o istəyirəm, məndən fərqlidir. Demokrasi tək canına mənim məsələmi həll eləməyəcək. Milli məsələmi həll eləməyəcək. Mənim istəklərimi verməyəcək. Mənim istəklərim o çarçubda biraz daha da orada gedir, genişlənir istəklərim. Onun məsələyi ana dilinə təhsili yoxdur. Onun hüviyyəti məsələsi yoxdur. Ona irqçılıq yoxdur, ayrıseçkinlik yoxdur. Amma mən bunların hamısını 100 ildir yaşamışam. Mənim təcrübəm var. Mən o 100 il yaşadıqlarımın hamısının təcrübəsindən bugün istifadə eləməliyəm. O deyəndə azadlıq istəyir, mən deyirəm ədalət. Mənə ədalət də olsun, azadlığın yanında ədalət də istəyirəm. Çünki heç zaman ədalət qeyri-fars millətlərə, o cümlədən Azərbaycana, çünki Azərbaycanın və əlbəttə ərəblər də buna şamil olurlar, çünki bizim dilimiz kamilən farsıdan ayrıdır. Öbürsülər kürd olsun, bəluç olsun, lor olsun, bir miqdar farsıya yaxındırlar. Bəli, biz kamilən ayrıdırlar da. Nəticədə biz ədalət istəyirik. O ədalət bizlə bərabərlik, hüquq bərabərlik istəyirik. Daha biz istəmirik ki, hər kim istəyir gəlsin, bir də dubarədən biz 2-ci dərəcədə insan sayılaq İranda. Nəticədə bizim şüarlarımız fərq edir. Biz onlardan bir qət yuxarı getməliyik şüarlarımızda. Biz məcburuq öz şüarlarımızı davam etdirək ki, daha biz o cür ki yaşamışıq, o cür yaşamayacağıq. Bir dənə bir məsələ ki var. Biz Azərbaycanlılar demokrasını biz təcrübə eləmişik. İranlılar demokrasi görməyiblər, demokrat deyirlər, demokrasida yaşamayıblar. Amma bizim bir il təcrübəmiz var. Biz o ili yaşamışıq. Görmüşük demokrasi yanına mənə qadın kişi bərabərliyi, oxul mədrəsə getmək, əkinçilər, karigərlər. Yəni, hər kəs öz yerini tapıbdır. Bilmişik ki, demokrasi yanına mənə. Nəticədə bizim təcrübəmiz var. Bizim təcrübəmizdən onlar istifadə eləməlidirlər. Və biz özümüz də onların ayağını özümüzü gətirməməliyik. Biz bir dərəcə onlardan yuxarıyıq. Bir şeyi yaşamışıq ki, onlar yaşamayıblar. Bu bir əsas məsələdir. Ona görə biz mütərəqqi şüarlar verməliyik. Bizim o təcrübələrimizə görə. Ondan sonra bir də deyərlər, təcrübəni bir daha təcrübə eləməyək. Bu millətdə, bu vəziyyətdə biz təcrübə ilə yaşamış bir təcrübəmiz var ki, tamam inqilabatı biz eləmişik. Azərbaycan hamısının səhvinin əvvəlində idi. Hətta 8 il cəng olanda yenə Azərbaycanlılardır ki, İranı nəcat veriblər. Nəticədə biz heç nə, hər zadı əlimizdən vermişik. İndi bu günlərim 2-ci dərəcədə adamıq. Ondan sonra meydanlarda bizi tohin edirlər.
biz indi bizim sorağımıza gəlirlər ki, ehtiyac daha var. Deyirlər Təbriz, niyə bəs qalxmısınız? Təbrizin özünün zadı var, müşkülü var. Təbriz öz rahatçılıqda da eləyə bilməyəcək daha qala. Nəticədə mən fikir edirəm ki, biz tamam bu yaşadığımız zamanlarda, olduqlarımızda biz onlardan biz istifadə eləməliyik, öz şüarlarımızı verməliyik, öz şüarlarımızla getməliyik və müftəsinə də özümüzü ölümə verməməliyik. Bu vəziyyət ki qalıbdır, görməliyik ki, şərait nədir. Amma siz deyirsiniz ki, bu eşikdə olanlar ki, bizlərik, nə edə bilərik? Bizlər çox yekə işlər görək. Birinci işimiz görə bilərik, içəriyə biz nüsxə yazmayaq, deməyək, çıxın, bu gün çıxın, şənbə çıxın, yekşə. Biz kimik onlara deyirik çıxın? Onlar bir dənə otu yaşırlar, onlar bir dənə cinayətkar rejimin əlinin altındadılar. O zindanda olanlarımıza nə edə bilirik? Və qeyr-əzin ki, gedək haykü salaq, ya vıraq, istoru vıraq, ondan artıq iş görə bilmirik. Nəticədə bizim işimiz odur ki, onlar nə edirik, biz onlardan himayət eləməliyik. Onların, zatların məcami beynəlmiləlliyə aparmalıyıq. Hangi dövlətlərdə, hangi məmləkətdə yaşayırıq, onlara gedib nümayəndələrinə, məclislərin nümayəndələrinə, deputatlarına öz şəraitimizi deməliyik, onlardan himayət istəməliyik. Azərbaycanın problemlərin beynəlmiləli sahədə biz tanıtdırmalıyıq. Görürsünüz ki, indi mən televizyonlara tamamen bu xarici televizyonlarına qulaq asıram. Görürəm, deyir ki, mən əslən Kürdə filana heç zadım toyunum yoxdur. Vəli misal verirəm. Deyir, Kürdlər İranda zatdılar, əksəriyyətdilər və onlar qatışıblar. Bizik əksəriyyət İranda, niyə adımız yoxdur? Bəlkə hamımız oturmuşuq, mən qeyitmirəm Lalə xanımın sözlərinə, çox gözəl mətrəh elədilər. Biz fəqət öz içimizdə özümüzü dağıtmışıq. Bir kəlmə deyirəm, fəqət görək filan kəs nə deyirik, biz onun bərəksini deyək, ya onun himayət ki olmuyor, bir-birimizdən himayət eləməmişik. Əgər bu gün yox, bu şəraitik, bəlkə himayətimiz bir-birimizdən yoxdur. Və cənnət biz olacaqdıq indi hər nəyin başında və biz indi bir-birimizə tarif edirik. Nə yazaq, nə verək, sən ver əvvəl, sonra mən verim bəyaniyəni. Yox, siz yəni o həddə qalıbsınız. Biz rüşd eləyə bilərdik, biz rüşd eləməmişik. Şayət də xoşları gəlməyə, bəli mən açıq deyirəm, biz rüşd eləməmişik, biz dalı qalmışıq. İndi bu şəraitdə biz eləyə bilərdik, içəriyə çox gözəl köməklik eləyək, bəli bizim indi içəriyə köməyimiz təqribən mən deyirəm, o həddə qalır ki, zirək olsaq, təqribən şəraiti, vəziyyətimizi məcami beynəlmilərdə qabağa aparaq, onlara müraciət eləyək və deyək biz nə şəraitik və biz kimik, bunu eləyə bilərik. Yəni hər nəfərimiz ki, eşitdik, əgər hər nəfər bir dana qədəm götürsəydi, bizim şəraitimiz bugün çox fərqli idi. İçəriyə də mənim fəqət sözüm budur ki, həqiqətən meydanda öz haqqınızdan difə eləyin, eşikdə öz haqqınızdan difə eləyin. Bəlkə heç kəs bizim haqqımızdan difə eləməyəcəkdir özümüzdən sonra. Və bu bir dana çətin bir şəraitdəyik, çətin zatdayıq. Və tamam təlaşımız da ərk cəmiyyəti olaraq, insan hüquqları müdafiəsi olaraq biz tamamən enerjimizi onda qoymuşuq ki, onların vəziyyətin biz eləyə bilək məcami beynəlmilərdə mətrəh eləyək zindanlarımızı və indi xiyabanda olanlarımızın, müşkülatların, o irqçılıq ki çəkiblər, o ayrı seçkinlik ki çəkiblər bu camiədə və indi bizim o zamandır ki, özümüzə fikir eləməliyik. Çox üzr istəyirəm ki, uzun oldu sözüm, amma söz başlananda həqiqətən adam eləyə bilmir, sözün qət eləsin. Təşəkkür edirəm Türkan xanım sizdən və Lalə xanımdan. Biz təşəkkür edirik Cəlil xanım. Həm ərklə Birləşmiş Millətlərdə mən özüm bilirəm nə qədər çətin, nə qədər ağır işlər görürsünüz. Həm ona və həm də əslində çox gözəl danışdınız. Onun üçün mən təşəkkür edirəm. Lalə xanım, sizdən axır bir sualım olacaqdı. Bu da indi İranda olan etirazlar sizcə haraya gedir?
və bu bir bələn fərqli söyləmləri eşidirik mərkəzdən gələn. Bu səhv yönlərə gedə bilərmi? Əm, inhirafilərin onu almaq üçün nə etmək olar sizcə? Əziz Türkan, əslində bu nöqtəyə gələndə bu etirazlar, etirazın hara getməsi, inhiraflar, mən özüm də cavabdan çox sualla doluyam və bu sualların müxatəbi də yenə də özümüzük. Jalə xanım çox yaxşı dedilər. Bizim haqlarımızı bizdən başqası danışmayacaq. Çünki görürük ki, danışmırlar. Ona görə mən də elə o nöqtədən yola çıxaraq suallarımın da, sözlərimin də müxatəbi bizim siyasi partilərimiz, hizblərimiz, Azərbaycan Milli Hərəkəti, aydınlarımız, Azərbaycanın gələcəyini düşünən tək-tək insanlar və qurumlardır. Onlar da sizinlə paylaşmaq istəyirəm. Əslində İranda köklü bir dəyişim möhtəməldir, qaçınılmazdır, olacaq. Bu aydın bir məsələdir. Amma əsas və həll edici sual bu dəyişim dediyimiz şeyin necə və hansı çərçivə içində baş verəcəyidir. Bu necəliyi və hansı çərçivəni cavablandırmadan dəyişiklikdən danışmaq öz-özündə problemli bir məsələdir. Yəni onu sorğulamaq lazımdır. Məsələn, ilk başda millət məfhumunu dəqiqləşdirmək lazımdır ki, məğşuşdur bizim diskurslarda millət məsələsi. Vətən məsələsi də məğşuşdur. Bunu Himmət Şəhbazi bəy bir yazısında çox gözəl o itmiş vətən məsələsini çox gözəl ortaya qoyub. Ətək yazıda o yazı var, oxumaq mümkündür. İndi bu məsələn millət məfhumunu dəqiqləşdirmək məsələsinə gəlsək, məsələn biz gələcək bir siyasi sistemdən danışırıq. Bu siyasi sistemin rəsmi dili və rəsmi kültürü və ya fərhəngi olacaq yoxsa yox? Əgər olacaqsa, o hansı dil olacaq, hansı kültür olacaq? Əyaləti bir quruluş mu nəzərdə tutulur? Əgər əyaləti quruluş nəzərdə tutulursa, o əyalətlərin sərhədləri necə müəyyən ediləcək? Xüsusən o bölgələrdə ki, mübahisəli bölgələrdirlər. Bu məsələ necə həll olunacaq? Bizim orada böyük bir problemimiz var. Eyni məsələ demokrasi söyləmi ya da qoftumanı üçündə keçərlidir. Məsələn, demokrasidən danışırıq, demokrasinin də özünün sərhədləri var. O sərhədlər haradır? Məsələn, siyasi hizblər, o cümlədən məsələn istiqlal, muxtariyyət tərəfdarı olan hizblər gələcək sistemin içində azad fəaliyyət göstərə biləcəklər yoxsa yox? Kanada, İspaniya kimi məmləkətlərdə olduğu kimi, məsələn, xalqın öz taleyini həll etmə haqqı rəsmiyyətə tanınacaq, yoxsa tanınmayacaq? Referendumla məsələlərə qərar vermək mümkün olacaq, yoxsa olmayacaq? Ümumiyyətlə, İranda öz müqəddəratını təyin etmə məsələsinə necə yanaşılacaq məsələn? Bunlar danışılırmı? Əgər bu suallar cavabsızdırlar, onda bəs əsas biz onu soruşmalıyıq ki, indiki mərkəzçi siyasi qüvvələr, əgər onların bizə ehtiyacı vardırsa, bu mərkəzçi siyasi qüvvələrin ehtiyacları vardırsa bizə, bəs onda niyə bizim istəklərimiz onların heç bir bəyaniyəsində, heç bir proqramında nə qabaqcadan əks olunub, nə indi əks olunur? Yerini tapmır, yoxdur. Milli və etnik azlıqların hüquqları bu təsvir olunan gələcəkdə harda dayanır? Niyə yoxdur məsələn? Əgər İran yenə də vahid dil, mərkəzçi Pers dövləti modeli üzərindən davam eləyəcəksə, biz nə qazanacaq? Demokrasi adı altında təqdim olunan gələcək milli haqlarımızı təmin eləyəcək, yoxsa etməyəcək? Yoxsa bu dəfə də haqsızlıq və hüquqsuzluq qanuni şəkildə davam edəcək. Yəni biz bu dəfə də bəlkə də belə gedərsə qanuni bir şəkildə haqsız olacaq. Haqsızlığımız qanuniləşəcək. Prinsipal məsələ də elə buradadır. Ona görə də bu səbəbdən yola çıxaraq tələm-tələsik gedib mərkəzçi qüvvələrlə ya da başqa siyasi alternativlərlə ittifaqa girmək kəsinliklə doğru bir şey deyil. Əksinə, indiki mərhələdə öz siyasi istəklərimizi açıq və dəqiq ortaya qoymalıyıq. Yəni gec deyil. Biz siyasi istəklərimizi açıq və dəqiq ortaya qoymalıyıq. Çünki sözləri və şərtləri diktə eləməyin, çənə vurmağın zamanı indidir. Sonra çox-çox gec olacaq bunun üçün. İndi taktik kimi etilaflara, ittifaqlara girənlər o zaman düz iş görmüş olarlar ki,
heç olmasa özlərinin verdiyi, öz müstəqil bəyaniyələrində siyasi məfahimi dəqiqləşdirsinlər ki, dəqiqləşdirmirlər. Məsələn, və bu siyasi məfahimi dəqiqləşdirəndən sonra Azərbaycanın bastırılmış istəklərini o məfahimdən, o dəqiq məfahimdən yola çıxaraq səsləndirsinlər, dilə gətirsinlər. Sadəcə bundan sonradır ki, başqa platformlarla, başqa qruplarla ortaq və ya müştərək bəyaniyələrə imza atmaq siyasi baxımdan mənalı ola bilər. Yəni bütün hər şeyin də yolu, mənim dediyim birinci sualda cavab dediyim kimi çox mühümdür. Çox mühümdür ki, bizim bu hər şeyi bir kənara qoysun bizim siyasi partilər, fəallar, aydınlar bir çox şeyi kənara qoysunlar və müştərək ixtiyar məsələsində, müştərək mənafe məsələsində bir araya gəlsinlər və and içsinlər. And içmək zamanıdır. Azərbaycanın mənafeyi üçün hamı and içsin ki, bu ölkənin, bu millətin, Azərbaycan millətinin, Azərbaycan coğrafiyasının xeyri üçün iş görəcəklər. Başqa heç nə yox. Çox sağ olun. Çox təşəkkür edirəm. Buyurun Jalə xanım. Səsiniz gəlmir. Buyurun. Bəli. Lalə xanımın sözlərində mən bir dənə çox gözəl işarə elədilər. Bir dənə bir söz deyim biləcə. Dedilər ki, orada biz qatışırıq bu məsələdə ki, məsələn, onlarla oluruq. Bu məsələlərə təvəccüh eləməliyik. Baxın, bir dənə yazılıbdır ədalət intiqalı. Bu ədalət intiqalı çox geniş surətdə qabağa gedirik ki, gözəl keçirik. Hanki bu ədalət intiqalıda biz yoxuq. Səfhənin axirində düz axirində bir sətr yazıb əqvam niz azad əstən ve zəbanı xud bir sətr. Şorayı Qozar da həman işi görmüşdü. Vaxtı məni çağırdılar, dedim mən burada yoxam. Dedilər varsan, dedim yoxam. Mən əqvam deyirəm. Mən sizin təkin bir dənə millətəm. Bir sətr bu qədənin axirində, axırıncı sətrdə bizi yazıbsınız. Bəli, orada onların içində, bərabərliyin içində mən yoxam. Yəni, baxın, bu yazıların hamısını onlar ki, istəyirlər, idamə versin, davam etsin, mən xahiş edirəm. Kesinlə onları oxusunlar. İndi ədalət intiqalı tamam o qurumlarda ki, varıq, onların hamısının içində yazılıbdır və kuru kəsi çəkilibdir. Əslən, enfoqrafi olubdur. O enfoqrafda görsünlər ki, bizlər hardayıq. Əlbəttə, Bəluçistan buna bir intiqad yazdı, çox yuxarı səviyyədə yazdı, verdi. Dedi, bizi şoxluq eləməyin bizlə. Biz özümüz millətik. Bizimkilər ki, onların içindədirlər, bu işi görməyiblər hələ. Amma istəyirəm deyəm, bu bir dənə nümunədir. Tamam nümunələrdə biz bir sətir axırda oluruq ki, əqvam niz azadən və mitəvanən tamam zəbanı fəqət gətirirlər. Zəbanı da nəinki bizlər Azərbaycanlılara çox təkrar eləyibdir ana dilinə təhsil. Nəticədə onu qoyurlar bizə. Biz o deyirik, biz ondan çox istəyirik. Amma bir axır sözüm var ki, İranda əzizlərim ki, əziz həmvətənlərim ki, xiyabandasınız. Sizə heç kəsin haqqı yoxdur rəhbər təyin eləsin. Siz özünüz xiyabanda rəhbər mübarizənin içində tapılar. Mübarizənin davamında tapılar. Nəticədə heç kəsin haqqı yoxdursa desin, neyiniyin? Siz özünüz qadirsiniz, öz müqəddəratınızı təyin eləyəsiniz və eləyəcəksiniz. Təşəkkür edirəm. Çox təşəkkür edirəm. Yəni ikiniz də o qədər çox gözəl danışdınız ki və ümid edirəm bu danışıqlarınıza qulaq asan milli hərəkətin Azərbaycanın içərisində olan hamı bu birlik mesajını alıb və birincisi içərimizdə olan bir çox məsələni həll etdikdən sonra daha aydın günlərə, ümid dolu, gözəl günlərə doğru hep beraber hamımız birlikte el ele yol apara biləcəyik. Lalə Cavanşir və Jalə Təbrizi bizimləydi. Bizim danışıqlarımıza qulaq asdığınız üçün təşəkkür edirik. Çox sağ olun. Çox sağ olasınız.